Dostum, Envers'ına başladığın üçün səni təbrik edirəm. Bu sənin ilk mövzundur. Təbii ki, yolun başlanğıcları biraz daha maraqsız, daha sıxıcı ola bilər. Amma bilməlisən ki, sənin əsas keçməli olduğun elə yol budur. Buranı keçəndən sonra biz A0 səviyyəsindən başlayırıq. Bunu keçəndən sonra sənin üçün daha da maraqlılaşmağa başlayacaq. Bunu bir bünövrə kimi düşünə bilərsən və öyrəndiyin şeylər sənə qəti şəkildə sıxıcı gəlməsin. Əgər bunları bilirsənsə, imtahanı verib növbəti mövzuya rahat-rahat keçə bilərsən. Əgər növbəti mövzunu bilirsənsə, yəni onu imtahanı verib keçə bilərsən. Amma əgər sıfırdan başlayırsansa və bilmədiklərindirsə, mütləq şəkildə bu mövzunu yaxşı-yaxşı öyrənməlisən. Çox asan olacaq, çox bəsit görsənəcək, amma bu bizim üçün qurduğumuz böyük bir sarayın bünövrəsi kimi düşünə bilərsən. Ona görə çox diqqətli şəkildə başlayacağıq. Bugün öyrənəcəyin şeylər sadəcə bəzi sözlərdən ibarətdir. Bu sözləri aşağıda görəcəksən. Sözlər hissəsində sözün özü və qarşısında tərcümələri yazılıb. Həmin sözləri mən oxuyacağım, biləcəksən ki, hansı formada səslənir. I, you, he, she, it, we, they, hello, goodbye, yes və no. Bunlar zaten bəzilərini bir çoxunuz bilirsiniz bəlkə də, amma ümumiyyətlə heç bilməyənlər var bəlkə də aranızda. Bu sözləri özünüz oxuya-oxuya hiss eləməyə çalışın. Baxın, bu çox əsas bir nüansdır. Siz I deyəndə artıq bilin ki, burada söhbət məndən gedir. Mütləq şəkildə. Daha sonra ikinci sözə, yəni I nədir, mən, you nədir, sən. Bu şəkildə getmək olmaz. Hiss eləyə sözləri bir-bir gedəcəksiniz və onların tərcümələrini başa düşməyə, hiss eləməyə çalışacaqsınız ki, sözbəsöz tərcümə olaraq öyrənməyək. İlkin olaraq təməli necə qursaq, davamı da bu şəkildə gedəcək. Mən də başladığım üçün həqiqətən çox həyəcanlıyam. Ümid edirəm ki, siz də həyəcanlısınız. Və ondan sonra aşağıda görəcəksiniz, kiçik bir mətn hissəsi var. Bu mətn hissəsini başa düşməyə bilərsiniz. Zaten başa düşməyinizi gözləmirik. Bu çox normaldır. Dinləmə hissəsində səs yeri var. Orada dinləyərək sadəcə izləyin ki, hansı sözlərdən istifadə olunur. O oxuduqca siz də bir-bir barmağınızla da ola bilər ya da kompüterin mausu ilə ola bilər. İzləyin ki, hansı sözü necə tələffüz eləyir və tekstin aşağısına qədər onu bitirin. Bu demək deyil ki, bunu bitirdim, imtahanını verim, keçim. Onu bir neçə dəfə, dəfələrlə təkrar eləməyə çalışın. Hətta bəzən o səsi qoyun, öz işinizi görün, o sadəcə qulağınızda getsin həmin səs. Bu bizim bölməmizdə modul 1-də çox az bir şey var. Məsələn, danışıq və oxuma yoxdur, şəkil və s. yoxdur. Sadəcə bunlardan ibarətdir. Sözləri öyrənəcəksiniz, dinləməni eləyəcəksiniz və bu modulu bitirəcəksiniz. Çox bəsitdir, çox rahatdır qeyd etdiyim kimi. Amma baxın, bunu qəti şəkildə eləməyin. Yalandan, baxın, mən bunları bildim, tez-tez imtahanını verim, keçim, o birisi görüm, qabaqda nəsə maraqlı şeylər olacaq, eləməyin. Səbirli şəkildə, yavaş-yavaş, öyrənə-öyrənə, həzm eləyə-eləyə getsəz, həm özünüz zövq alacaqsınız, həm də bünövrəviz çox möhkəm şəkildə olmuş olacaq, sıxılmayacaqsınız və ardı çox yaxşı şəkildə gəlmiş olacaq. İkinci mövzuda görüşmək üzrə yaxşı şəkildə öyrənin sözləri, imtahanı verin, ikinci bölmədə görüşərik.